Xəyanət serialı 429-cu və 430-cu bölüm analizi. Əziz izləyicilər, videolara bəyəni az gəlir. Zəhmət olmasa videonu bəyənməyi yaddan çıxartmayaq. Anarın tırkası ilə pulun qalanını almağa gələn Cavid, Yaşarın zəif yerini tapdı. Almazın ofisə gəlməsini fürsət bilib Yaşara əcəl tərləri tökdürdü. Tural atasına bunu başa salmaq istəyirdi ki, pul verib kiməsə boyun əydinsə səhvindən istifadə edib adamı qaz kimi yolurlar. Digər yandan Yaşar, arzu ilə səmimi olmaqla şəraiti özü yaradır. Almaz, Cavidin yanında əlini pərt etməsə də 3-cü dəfə xəyanətə düşməmək üçün yenə də Arzunun işdən çıxarılmasını tələb edəcək. Yaşar neçə dəfə onu bağışlayan arvadına azacıq hörmət edirsə, Arzunu işdən çıxardar. Seva pula görə dədəsini belə satar. Belə baxanda bütün günah Tahirdədir. O anlamalı idi ki, Seva anarın tapşırığı ilə ailəni dağıtmağa gəlibsə, axıra kimi dediyinin üstündə duracaq. Nahaq yerə qızı Fəridənin yanına gətirdi. Sevgili olduqlarını öyrənən Fəridə isə qardaşının köməyi ilə ərindən boşanacaq. Tahir isə əsəbindən bilmir neyləsin. Boşanmağa səbəb olan anarı tapsa bir qaşıq suda boğacaq. Lakin hər şeydən əvvəl eynən Yaşar kimi özünü bu vəziyyətə düşürdüyü üçün günahı özündə görməlidir. Hazırki vəziyyətdə Tahirin tək çıxış yolu Sevanı danışdırıb səsini telefona yazmağıdır. Bəlkə onda Fəridə ərini bağışlamasa da boşanmaqdan imtina edər. İzlədiyiniz üçün təşəkkürlər. Hörmətli izləyicilər, videoları bəyənməyi, paylaşmağı və kanala abunə olmağı yaddan çıxartmayın. Digər təxmini analiz videolarında görüşənədək.